Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti, aktrisa Səidə Quliyeva mərhum həyat yoldaşının xəstəliyi dövründə yaşadıkları çətin günlərdən söz açır. Xəbər verilir ki, aktrisa bildirib ki, həyat yoldaşı ömrünün son aylarında yataq xəstəsi olub və ona oğlu ilə birlikdə baxıblar. Həyat yoldaşım 7 ay yataq xəstəsi oldu. Mən və oğlum ona baxırdıq. Baxacaq başqa kimsə yox idi. Anası və bacıları artıq dünyasını dəyişmişdi. Hala xoş olsun, bu müddətdə bir çox sənət işlərimdən imtina etdim. İnsan üçün yük daşımaq o vaxt ağır olmur ki, bunu sevgi ilə edirsən. Elə gecələr oldu ki, səhərə qədər oyaq qalırdıq. Aktrisa həyat yoldaşının yaşadığı psixoloji ağrıların onun üçün ən ağır anlar olduğunu da xatırladı. Anamla xəstə olmuşdu, amma onu aramızda bölüşüb baxırdıq. O səhərə qədər qışqırır, anasını çağırırdı. İlk dəfə bunu eşidəndə çox pis olmuşdum. Məni ən çox əzablandıran da elə bunu eşitmək idi. Bəlkə də bir gündə 1000 dəfə anasını çağırır, ondan imdad diləyirdi. Anası 87 yaşında vəfat etmişdi. Onu çox bağlı idi. Deyirdim ki, anası xəstələnsəydi və ya dünyasını dəyişsəydi, ərim bunu çox ağır qəbul edər, hətta özünü itirərdi. Ona qarşı çox mərhəmətli idi. Sənətçi həmin dövrdə anasının da xəstə olduğunu, lakin ailə daxilində bu məsuliyyəti bölüşdürərək öhdəsində gəldiklərini deyir. Səidə Quliyevanın bu səmimi etirafları duyğulu anlara səbəb olur.